Choose the correct variant. Doğru variantı seçin. Biz sözləri boşluqlara yerləşdirərkən düzgün tərcümə əldə etməliyik. Birinci sözləri yerləşdirsək, Mark conducted the experiment. He is pleased. Mark təcrübəni yerinə yetirdi. O xoşbəxtdir və məmnundur deyə bilərik. Birinci ifadəmiz doğru səslənir. İkincidə Mark didn't understand the experiment. He is delighted. Mark təcrübəni başa düşmədi. O şən, şad və yaxud da xoşbəxt kimi verə bilərik. Yanlışdır. Əgər başa düşməyibsə, şən ola bilməz. Üçüncüdə performed və unhappy. Mark təcrübəni yerinə yetirdi, həyata keçirdi. Yəni, o xoşbəxt deyil. Əgər həyata keçiribsə, xoşbəxt olmalıdır. Ona görə üçüncüdə yanlışdır. Can hardly do və upset. Mark çətin ki, təcrübə edə bilsin. O məyusdur. Hər ikisi negativ mənada doğru götürülür. Və qeyd etdiyimiz tərcüməyə əsasən 1-4C variantı doğru cavabdır.